davam edir. Biz söylediğimiz kimi 19 fevral, yani bugündən bütün müsəlman əhli Ramazan ayına qədəm qoyduq. Ramazan ayının fəzilətlərindən, gözəlliyindən, dəyərlərindən söhbət açdıq biraz əvvəl Vüqar Səmədovla. İndi isə tam olaraq Ramazan ayında qidalanma. Bax, bu haqda istəyirik sizi ətraflı məlumatlandıraq. Çünki proqramın əvvəlində söylədiyimiz kimi hər il mütəxəssislər yeni bir variantlar təklif edir, yeni məsləhətlər verir, yeni istiqamət verir. Biz də bu fikirləri rəhbər tutaraq studiyamıza çox dəyərli, əziz qonağımız, həkim, dietoloq, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun eksperti Tutu Zeynalovanı dəvət etmişik. Biraz həyacandan unutduq təqdimatı, unutdum şəxsən. Üzürlü bilin. Necəsiz Tutu xanım? Çox sağ olun, hər şey yaxşıdır. Çox enerjili gəlmişsiniz bugün. Bəli, çünki bu yaxınlarda ümrə ziyarətindən qayıtmışam. Allah qəbul eləsin. Allah qəbul eləsin. Hər kəsə arzulu olan, hər kəsə arzu edirəm. Oradan enerjisiz qayıtmaq mümkün deyil. Və oradan qayıtmışsınız. Ramazan ayının bugün ilk günüdür. Tamaşaçılarla sizi görüşdürmək, bu da bir savabdır, mən düşünürəm. Çünki oruç tutmaq, günə enerjili başlamaq, gün ərzində əldə etdiyimiz o səhər sahurda yediyimiz qidaların iftara qədər bizi daşıması üçün çox önəmlidir. Hazırladığımız o bir boşqabda yediyimiz hər bir qidanın öz funksiyası olmalıdır və Tutu xanımın indi söyləyəcəklərini düşünürəm ki, hər birimiz qeyd etməliyik. Çünki qarşıda bizi imtahan dolu 30 gün gözləyir hələ. Elədir. Əslində ən rahat oruc mədə orucudur. Ən çətin oruc isə qəlbimizin orucudur ki, bu 30 günü biz bir tək qidanı azaldaraq deyil, hərəkətlərimizə diqqət edərək, kimsənin haqqına girməyərək, öz qəzəbimizi idarə edərək, deyək ki, yolda gələrkən belə, yəni işimizdə, olduğumuz ortamda, hər yerdə öz nəfsimizi tərbiyə etməyi bacarmalıyıq, öz hisslərimizə hakim olmağı bacarmalıyıq. Mən hər kəsə bərəkətli, möcüzələrlə dolu, xoş xəbərlər eşidəcəyimiz bir Ramazan arzu edirəm. O ki, qaldı qidalanmaya, bu il əslində çox rahat olacaq. Çünki cəmi 12 saat yarım, 13 saat civarında biz ac qalacağıq. Nisbətən rahatdır. Nisbətən rahat olacaq. Havalar da elə də isti deyil, sərindir. Amma və bəzən ən çox gələn suallardan biri odur ki, mən imsakda yemək yeyə bilmirəm. Bu da ona təsadüf edir ki, gec saatlarda yatana kimi çox yeyir insanlar və səhər avtomatik olaraq iştahları olmur. Yeməsəm olarmı? Olar, amma heç oyanıb ən azından su içməyiniz vacibdir. Çünki ən çox yaşadığımız problem susuzluqdur. Dehidratasiya bağlı olaraq halsızlıq, dumanlı beyin və digər şikayətlərlə müraciət edirlər. Amma oyanıb, yəni axşam yeməyinizi iftarda 8-ə kimi bitirsəz, 9-a da bir yüngül bir desert, meyvə və ya südlü şirniyyat yesəniz, səhər artıq saat 5 üçün acacaqsınız və nə yeyək? Əgər səhər tezdən imsakda deyək ki, bir bulka, bir şor qoğalla çay içəcəksinizsə, ondan sonra heç imsak etməyin. Çünki bu sizi gün boyu halsız hiss etdirəcək, baş ağrısı verəcək, qan şəkərinizi sürətlə yüksəldib, sonra da sürətlə yenməsinə səbəb olacaq. Səhər yeməyində ən əsas, ən vacib zulaldan zəngin qidalanmadır. Yumurta, az duzlu pendir, kəsmik istifadə edə bilərsiniz. Yağ qrupunda yer alan qidalardan, çərəzlərdən ən azından 2 dənə qoz ola bilər. Duzsuz zeytun varsa 5-6 zeytun əlavə edə bilərsiniz. Avokado da ola bilər. Avokado deyəndə biraz insanlar qıcıqlanır ki, yəni bizim nənələrimiz, babalarımız avokado yeyirdi. Mən hardan tapım avokado və sevmirəm. Amma faydalıdır təbii ki, sözünüzə qüvvət olsa daha yaxşı olar ki, həm faydalı yağlardan zəngindir, uzun müddət bizi tox tutacaq, həmçinin də yumurtadan... Açıq qiyməti də biraz uyğundur. Yəni normaldır məncə. Biraz normaldır, bəli. Yağ da, əslində yağ deyirik. Düzdür və yumurtadan da aldığımız vitamin mineralları bu yağlı qidalar daha yaxşı mənimsəməmizə kömək edəcək. Çörək olaraq da, yəni karbohidrat olaraq da 1-2 dilim tam buğda çörəyi və çovdar çörəyindən istifadə edə bilərsiniz. Liflərdən zəngin qidalanmaq vacibdir ki, liflər həm bizim susuzluq ehtiyacımızı azaldacaq, həmçinin də uzun müddət tox tutacaq bizi. Yəni, deyək ki, biz bir kurabiyə, yəni bir peçenye ilə çay içsək, bir saatdan sonra təzədən acacaq, halsızlıq olacaq, baş gicərləməsi olacaq, baş ağrısı olacaq. Amma yumurta, avokado, qoz, zeytun yesək gün boyu bizi tox tutacaq. Bir ədəd meyvə də yeyə bilərsiniz. Deyək ki, imsakın sonunda bir banan ola bilər, çünki vitamin mineral dəyəri zəngindir. Həm günlük vitamin enerji ehtiyacımızı ödəyəcək, bəli, kalium da var, bir çox vitamin minerallar var ki, həm də uzun müddət bizi tox tutacaq, həm də liflərdən zəngin olduğu üçün bizim həzm sistemimizi də dəstəkləyəcək. Çünki həzm sistemi problemi də çox yaşayırıq Ramazan ayında. Tutu xanım, sizin qeyd etdiyiniz bu qidaları
yemək şəklinə də, yəni formasına da baxmaq lazım. Bəzən insanlar o imsak vaxtının bitməyinə çox az qalmış bir müddətdə tez oyanırlar. Ay, bir 10 dəqiqəm var, bu 10 dəqiqəyə bunun hamısını yeyim, bitirim. Bu nə dərəcədə düzgündür? Ən azı, yəni bütün bu sadaladığımız qidaları, yəni boşqabda təsəvvür eləyəndə, yəni bunları yaxşı çeynəmək, yaxşı yemək ki, həzmdə də daha rahat olsun deyə ən azı bir 30 dəqiqəyə yaxın, 40 dəqiqəyə yaxın. Ən azından bir 30 dəqiqəyə. Sözünüzə görə çox yaxşı vurğuladınız ki, qidaları yaxşı çeynəmək vacibdir, sürətlə yeməmək vacibdir. Həm imsakda, həm iftarda, uzun müddət aclıqdan sonra birdən-birə, yəni iftarı yemək marafonuna çevirmək lazım deyil. Əsl nəfsinizi bax orada tərbiyə etmək lazımdır. Və imsakda ən çox olunan səhvlərdən biri də birdən-birə çox su içməkdir. Sanki 1 litr yarım su içdiyimiz zaman bu bizi gün boyu susuzluğumuzu azaldacaq. Qidadan öncə 500 mil su içmək necədir? Yox, yuxudan oyandınız, bir 200 milli içdiniz, sonra yeməyinizi yiyin, sonra da 200, 250, 300 içsəniz kifayət eləyəcək. Çünki çox su içəndə, o su onsuz da yarım saat, 1 saat ərzində bədəndən xaric olur. Yəni 2 stəkan su içsəz imsakda, bu sizə kifayət eləyəcəkdir. Çay istəyirsinizsə, o zaman açıq çay da ola bilər. İftarda da eyni, orucunuzu su ilə, xurma və ya zeytunla açdınız, şorbanızı içdiniz, bir 10-15 dəqiqə heç olmasa gözləyin. Daha sonra ana yeməyə keçin. Əsas çətin periyod 15 dəqiqə. Amma o anda gedib ibadət edib geri dönmək olar. Bu daha yaxşı olar. Çünki möminlər əslində elə eləyir. Bəli, həm dolu mədə ilə siz səcdəyə gedəndə narahat olmayacaqsınız. Birdən-birə çox yeyib namaza getsəniz. Həmçinin də o zamanda həzm sisteminizə vaxt verəcəksiniz ki, o qidaları həzm eləmək üçün özünü hazırlasın və belə etdiyiniz zaman ana yeməkdə də daha az yemək yeyəcəksiniz. Çünki o 20 dəqiqə ərzində beyninizə artıq toxluq hissi çatacaq. Bəli, və siz başa düşəcəksiniz ki, sizin o qədər yeməyə ehtiyacınız yoxdur. Restoranlardan xahiş edirəm, porsiyaları kiçik edin. Çünki çox israf olur yeməklər. Çox doğru deyirsiniz, çox. Sanki yarışırlar ki, iftarda mən daha çox yemək verirəm, daha çox çeşid verirəm, daha çox müştəri cəlb eləmək üçün. Bunu başa düşürəm, başa düşüləndir. Amma gəlin həm biz insanlar bu mövzuda özümüzü, nəfsimizi tərbiyə edək. Həmçinin də qarşı tərəfdə istehsalçılar da istehlakçılara daha belə əlverişli, onların sağlamlığını düşünərək qidalar təqdim etsinlər, duzdan az istifadə etsinlər. Çünki restoranda yediyimiz yeməklərdə bu duz problemi olur. Hətta mən həmişə deyirəm ki, duz qabı ilə istot qabının yerini dəyişin. Duz qabından daha az duz əlavə edilək. Dərikləri az olsun, daha az porsiyalarda gəlsin. Elə onu demişdim Rəşad bəy, hamı keçib bu birisi duz qabı. Bir məqamı istəyirəm vurğulayım. Əslində həmkarımın verdiyi sualın bir növ davamıdır bu da. Biz səhər tezdən dururuq. Bir növ o suyu çox gözəl vurğuladıq. Sanki depolaşdırmaq istəyirik orqanizmimizdəki, bizi daha çox görsün. Elə bir el məsələ var da. İndi biz nə yemək aydındır. Siz uzun illərdir bunu söyləyirsiniz. Siz və sizin kimi mütəxəssislər, biz də televiziya işçiləri olaraq çatdırırıq. Nə qədər? Bir miqdarına da nəzər salaq bunların. Çünki yox, iftar vaxtı aldığımız qidalar, bol protein dedik, zulallı maddələr dedik, liflər dedik. Bu nə qədər olmalıdır? Sanki şəxsən bəzən insanlara elə gəlir ki, nə qədər çox yesələr, bir o qədər onları uzağa aparar. Acılıq hissi gec olar. Gəl istəyirsiniz bir örnək menyu kimi verək. Buyurun, çox gözəl olar. Suyumu içdim, xurmamı yedim, duamı oxudum, üzərinə bir çömçə. İftardan danışırsınız. İftardan danışırsınız. Bir çömçə şorbamı yedim, sonra ana yeməyə keçəndə bir boşqab düşünün. O boşqabı bölürsünüz 3 yerə. Yəni yuxarı hissəsində, tam yarısında olur salat, bol tərəvəzlər olur, liflərdən zəngin. Aşağı 1/4-də olur protein, zülal, yəni ət. Məsəl üçün, toyuq, balıq, hinduşka, hindi əti yiyirsinizsə əlimiz boydur. Allah hər kəsə öz əli qədər yeməyi tövsiyə edir. 200 qram civarında ola bilər bəyazı. Qırmızı ətdirsə, barmaqlarımızı götürürük, yəni qalır əlimizin bu hissəsi bu qədər olur, 150 qram civarında. Deyək ki, kotlet və ya köftə yiyirsiniz, restoranındasınız. O zaman ovucunuzun içi boyda. Deyək ki, 3 dənə köftə yediniz, hərəsi bir 30 qram. Təbii ki, burada qadın, kişi kiloya görə fərqlənir. Çox kilolu insanlar daha çox yeyə bilər. Kilomuz azdırsa 2 dənə kotlet də sizə bəs edəcəkdir. Digər 1/4-də isə qarnir. Bu kartof ola bilər, düyü ola bilər, qarabaşaq ola bilər, bulgur ola bilər və s. Yanına da istəsəz qatıq, ayran və s. istifadə edə bilərsiniz. Sonra da bəli, desert olaraq da... İftarımız bitdi.
Bəli, Desertimiz qaldı. Desert olaraq. Desert mütləqdirmi? Bəzən deyirlər desert olmasa. Desert dediyim bu meyvə də ola bilər. Meyvənin üzərinə Bu biraz sağlam darçın bir desert əlavə də ola edərsiniz, bilər. biraz qoz Neçə gillə əzib meyvələri? qoz əlavə edərsiniz və yaxud sobaya qoyarsınız heyva, alma, üzərinə Çox biraz gözəl olur. darçın, qoz, bu olacaq sizin desertiniz. Yanına da bir top dondurma da ola bilər. Və həftədə bir dəfə ürəyiniz istədiyi, nə bilim, cheesecake, tiramisu, sütlaç, bu da ola bilər. Yəni hər şey yemək olar, hər şey insan üçün. Biz heç nəyə qadağan eləmirik. Sadəcə miqdar önəmlidir. Miqdar Yəni miqdarına diqqət yetirdikdən sonra Çox siz hər gözəl şeyi yeyib vurğuladınız. özünüzü rahat hiss edəcəksiniz və əsas tövsiyələrimdən biri də bu iftarda içəcəyiniz içkilərdir ki, şirin içkilər olmasın. Tutu xanım, imsaka da zəhmət olmasa bir nəzər salaq. Aha, imsakda Əsas da- imsaqdır mən düşünürəm ki, günün Okey, səhər çağı. durdunuz, suyunuzu içdiniz. Daha sonra əgər istifadə etdiyiniz hər hansı bir dərman falan varsa, onları da istifadə edirsiniz. Çox gözəl Sonra vurğuladınız. səhər yeməyində deyək ki, 2 yumurta yediniz. Bir gün soyutma eləyin. Yanına yarım avokado, 2 dənə qoz, bir banan. Mən çox vaxt heç çörək yemirəm. O banan mənim çörək ehtiyacımı, karbohidrat ehtiyacımı ödəyir. İstəsəz biraz göy-göyərti də ola bilər, xiyar da ola bilər, biber də ola bilər, olmaya da bilər. Yəni sizin istəyinizə bağlıdır. Yəni deyirsiniz bu gəlin belə deyək də orta yaşlı kişi xəlağını bunlar bəs edəcək bu. Onun bəs edir əslində, kifayət edir. Və yaxud 2-3 yumurtanı göz yumurta edə bilərsiniz, deyək ki, kərə yağında. Pomidor yumurta eləyə bilərsiniz, ispanaqlı omlet eləyə bilərsiniz. Yumurtadan bezdinizsə, deyək ki, bir Yanında süd olarmı? olar. Və yaxud deyək ki, yumurtadan bezmisinizsə, Kəsmikli hansısa bir səhər kəsmikli yeməkləri pankeklər hazırlamaq eləyə olar. bilərsiniz. Sonra Kəsmikli pişmişlər var ola belə. bilər, Şəkərsiz, hindi bəli. fume ola bilər. Yulafla toyuq- qarışdırılır. Ola bilər. Aha. Yumurta yanında yulaf sıyığı da ola bilər və yaxud toyuqlu bir tam buğda çörəyi ilə bir Sendviç toyuq ola sendviç də bilər. yeyə bilərsiniz. Yəni həftənin günlərinə bölərək fərqli-fərqli və yaxud qiymə edib üzərinə yumurta vurub qiyməli omlet də ola bilər. Yəni alternativlər çoxdur, şükür Allaha. Həddindən Azərbaycan artıq mətbəxi çoxdur, çox bəli. zəngindir. Bəli, yetər ki siz sağlam qidalanmağa üstünlük verin. Bax bu Hər porsiyalar. kəsin damaq Bəli. zövqünə görə bəli seçimlər etmək mümkündür. İstərdim bir balaca toxumlardan da danışaq. Müasir dövrdə xanımlar daha çox sevirlər bu xüsusi pudinqləri, hansı ki bol zülalla zəngin olan qatığın içərisinə onları əlavə edirlər. Bunlar da kifayət qədər doyumludur. Chia Bunlar- toxumu, Bəli, bəli. biz gün ərzində səhər imsakda bunları qəbul edərkən və ya imsakda deyil, yəni gündəlik həyatımızda Ramazan ayı boyunca deyil, qəbul edəndə gün ərzində dietoloqlar məsləhət görürlər ki, bol su üçün əgər chia toxumu, kətan toxumu üyüdülmüş formada qəbul edirsə, gün ərzində bol mayi su qəbul olunmalıdır. Ramazan ayı boyunca imsakda bu cür qidaları qəbul etdikdə su ehtiyacımızı tam qarşılamasaq, bizi hansısa təhlükə gözləyirmi? Yox, yəni imsakda 2-3 stəkan su içirsinizsə bir problem olmaz. Çünki dediyim kimi acılıq zaman dilimi çox uzun olmadığı üçün deyək ki, chialı bir puding, amma chianı çox əlavə etməmək şərti ilə. Bir xörək Çünki qaşığı biz yəqin ki, maksimum 200 bir xörək qrama- qaşığı, 2 çay qaşığı da ola bilər. Axşamdan düzəldə bilərsiniz öz pudinginizi. İçinə banan əlavə edə bilərsiniz, hər hansı bir başqa meyvə. Gilə Qışdan meyvələri. dondurulmuş Gəzdirə gilə bilərsiniz meyvəniz üzərinə. varsa, kırmızı Darçın, bal da ola kakao, bilər, bəli. darçın, kakao. Bəli, bunu yumurtanın yanında yesəniz, təbii ki, uzun müddət tox tutacaq. Çünki chia toxumunun özəlliyi nədən ibarətdir? Biz onu indi deyək ki, bu suyun içinə əlavə etsək, o şişəcək o suyun içində, həcmi artacaq. Həcmi artdığı üçün də nə olacaq? Mədə bağırsaq sistemində daha uzun müddət qalacaq. Daha uzun müddət qaldığı üçün də bizi uzun müddət tox tutacaq. Bəli, toxluq hissini bəli, vitaminlərinizi də zəifləşdirir. səhər imsakda aldınız, deyək ki, D vitamini alırsınız və yaxud hər hansı bir içdiyiniz yağda əriyən vitaminlər varsa, onu da səhər yeməyində istifadə edirsiniz imsakda və daha sonra da Allah orucunuzu qəbul etsin. Tutu xanım, son bir sualı vermək istəyirəm. Mənim Buyurun. son sualımdır. Səbinə sən də Buyurun, var şef. sual yenicə. Doğru bildiyimiz yanlışlar qidalamada. Düzdür, siz öz səhifənizdə bunu mütəmadi olaraq gətirirsiniz ekranlara belə deyək. Amma fürsət varkən burada da söyləsəz, məncə Ramazanın menüsündə özünü əks etdirən. Doğru bildiyimiz yanlışlar. Ramazanda dediyim kimi səhər tezdən gecədən qalmış xörəkləri yeyirlər bu səhvdir. Aha. Ki daha çox tox tutsun məni. Eşidirsiniz uzun xanımlar? müddət. Bəli, gecədən qalan yeməkləri yeməyin, çalışın səhər yeməyi kimi yeyin, daha məqsədə uyğun. Yəni Bir də səhər təzə hazırlansın. olsun, bəli, təzə olsun. Sonra səhər tezdən deyək ki, axşamdan qalır indi bu pidədir, nə bilim, un məmulatları, bunları istifadə etməkdir. Həmçinin axşam yeməyində də, iftarda da bunları biz görürük ki, xəmirdən uzaq dursunlar maksimum. Düşünürlər ki, mənə güc qüvvət lazım, daha çox xəmir yeyim, Əvvəl belə xəngəl yeyim, düşünürdülər, düz. gürzə yeyim və s. narahat olmayın. Yəni sizin enerjili qalmağınız üçün xəmirə ehtiyacınız yoxdur. Əksində özünüzə zərər vermiş olacaqsınız. Çünki dalğalanan qan şəkəri daha sonra sizə sağlamlıq və həzm sistemi xüsusilə də problemlər olaraq geri dönə bilər.
Çox Xanım, təşəkkür edirik. minnətdarıq. Mən Çox təşəkkür xoş oldu edirəm. bu səhər sizdən bu məlumatları əldə etmək. Bu Ramazan ayı boyunca bunlara çox ehtiyacımız olacaqdı və düşünürəm ki, elə tamaşaçılarımızı da bu mövzuda maraqlandıran bütün sualların cavabını elə diyetoloqumuzdan, həkim diyetoloqumuzdan eşitmək onlar üçün də xoş oldu. Bir daha dəvətimizi qəbul Mən etdiyiniz üçün təşəkkür edirəm. Allah edirik. orucunuzu qəbul etsin. Amin inşallah. Sizə də işlərinizdə uğurlar arzulayırıq. Təşəkkür İnşallah görüşərik. Studiyamızın qonağı həkim diyetoloq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun eksperti Tutu Zeynalova idi. Proqramımız davam edir. Səhər çağı efirdədir əziz tamaşaçılar.